Füzuli şəhəri günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb. Oktyabrın 17-sində Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təşkilatçılığı ilə Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda qurulmuş böyük səhnədə möhtəşəm konsert proqramı təşkil olunub. Konserti xüsusi nümayəndəliyin əməkdaşları, Mədəniyyət Nazirliyi, İncəsənət və Qeyri-maddi Mədəni İrs şöbəsinin müdiri İntiqam Babayev və şəhər sakinləri izləyiblər. Proqrama Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin cəng əsəri başlanılıb. Sonra əməkdar artistlər Nizami Abdullayev, Anar Şuşalı, Ehtiram Hüseynov, həmçinin solistlər Vəfa Vəzirova, Murad Arif, Səbinə Ərəbli, Eldəniz Məmmədov, Könül Tağıyeva, Günay İbrahimli ifa etdikləri xalq və bəstəkar mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında təqdim olunan bir sıra xalq rəqsləri alqışla qarşılanıb. Vətənimizi, onun dilbər güşəsi Qarabağı tərənnüm edən nəğmələrdən ibarət konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq olub. Azad yurdun səması al-əlvan rənglərlə boyanıb. Yaranmış ecazkar mənzərə doğma yurdda qurub yaratmağa başlayan sakinlərə unudulmaz anlar bəxş edib.